Salam dəyərli izləyicilər, əziz tələbələr. Bugün mən ali riyaziyyatdan iqtisadi məsələnin xətti tənliklər sistemi ilə həlli mövzusunda bir məsələ həll edəcəm. Və xətti tənliklər sisteminin bildiyiniz kimi bir neçə üsulla həlli var. Məsələ, tələbələr üçün ən sadə formada xətti tənliklər sisteminin Kramer qaydası ilə həlli, xətti tənliklər sisteminin Qauss üsulu ilə həlli və xətti tənliklər sisteminin matrisli tənlik şəklində yazılışı və həlli. Və deyim ki, onu əvvəlcədən iqtisadi məsələlərdə, texniki məsələlərdə məsələlərin həlli əsasən Qauss üsulu ilə həll olunur. Yəni o qlobal mənada, geniş mənada Qauss üsulunun tətbiqi çox genişdir. Məsələn, belə deyək, Kramer qaydası ancaq tətbiq olunur kvadrat sistemlərə və matrisli tənlikdə də onun kimi əsasən tətbiq olunur. Deməli, kvadrat sistemə. Amma Qauss üsulu çox geniş tətbiq oluna bilir. Buna görə də Qauss üsulundan məsələdir. Məsələmiz nədən ibarətdir? Məsələ belədir. Ayaqqabı fabriki 3 növ xam maldan S1, S2, S3 istifadə etməklə 3 növ məhsul uzun boğaz çəkmə, idman ayaqqabısı və ayaqqabı istehsal edir. Cədvəldə hər növdən bir cüt ayaqqabı və bir günlük xam mal sərfi üçün normalar göstərilmişdir. Bax, xam mal növləri S1, S2, S3. Deməli, 3 növ xam mal verilir, 3 növ də ayaqqabı istehsal olunur. Bir cüt ayaqqabı üçün xam mal sərfi normaları şərti vahidlə. Məsələn, uzun boğaz çəkmək üçün şərti vahidlə verilib, idman ayaqqabısı üçün, bir də ayaqqabı üçün. Bir saat müddətində bir cüt ayaqqabı üçün normalar verilib, bir günlük istehsal zamanı sərf olunub 2700 vahid, 900 vahid, 1600 vahid. Məsələ necə yanaşır? Deməli, S1 bizdə birinci növ xam mal, S1. Ondan uzun boğaz çəkmək üçün 5 şərti vahid götürülür. İdman ayaqqabısı üçün 3 və ayaqqabı üçün 4 vahid götürülür. Əvvəlcə biz bu 3 növ ayaqqabıdan hərəsindən nə qədər istehsal olunduğunu bilmirik və bizdən tələb olunur. Hər növ ayaqqabının bir günlük istehsal həcmini tapın. Yəni bu 3 növ ayaqqabıdan hərəsindən neçə cüt ayaqqabı istehsal olunur. 5 bir ayaqqabı üçün, bir cüt ayaqqabı üçün 5 vahid. Tutaq ki, X1 cüt uzun boğaz çəkmə istehsal olunur. Uzun boğaz. Çəkmə istehsal olunur. İstehsal edirlər. X2 cüt idman ayaqqabısı və X3 cüt ayaqqabı istehsal olunur. İndi bu saylardan istifadə edərək hər növ xam maldandakı verilib 5 vahid, məsələ birinci növ xam maldan 5 vahid, 3 vahid, 4 vahid. Deməli, onda X1 cüt bir cüt ayaqqabı üçün 5 birinci növ xam mal tətbiq olunursa, istifadə olunursa, onda olacaq 5X1 idman ayaqqabısı üçün 3 vahiddir. Amma X2 cüt tutaq ki, idman ayaqqabısı istehsal olunur, onda olacaq 3X2 və üstəgəl ayaqqabı üçün birinci növ xam maldan, S1-dən 4 vahid istifadə olunursa 4X3. Çünki ayaqqabı X cütdür. X cüt saydadır. Onda olacaq bərabərdir. Bir gün müddətində 2700 vahid xam mal istifadə olunur. Analoji qayda ilə S2 ikinci növ xam maldan
2 vahid. Deməli x1 cüt olacaq. 2 vuraq x1. İdman ayaqqabısı üçün 1 vahid istifadə olunur. Üstə gəl x2 və eyni zamanda ayaqqabı üçün də 1 vahid istifadə olunur. Üstə gəl x3 və bir gün müddətində 900 vahid deməli xammal istifadə olunur. S3 üçüncü növ xammaldan uzunboğaz çəkmək üçün 3 vahid istifadə olunur. X1 cüt üçün 3x1 vahid xammal istifadə olunacaq. Və idman ayaqqabısı üçün 2x2 vahid xammal istifadə olunacaq və eyni zamanda ayaqqabı üçün də 2 vahid 2x3 bərabərdir 1600. Beləliklə biz 3 məhsullu 3 xəttli tənliklər sistemi aldıq. Və bu 3 məhsullu 3 xəttli tənliklər sisteminin ardıcıl yox etmək üsulu, yəni Gauss üsulu ilə həll edəcəyik. Onu da deyim ki, məhsulların ardıcıl yox edilməsi soldan sağa da aparıla bilər, sağdan sola da aparıla bilər. Yəni x1-ləri yox eləmək, x2-ləri yox eləmək də olar, x3-ü, x2-ni yox eləmək də olur. Onu necə eləmək lazımdır? Sistemə baxırsan, əgər x1-in əmsalları qismən mürəkkəb ədədlərdirsə və x3-ün əmsalları, x2-nin əmsalları qismən sadə ədədlərdirsə də, yəni kiçik ədədlərdirsə də, onda sağdan məhsulları ardıcıl yox edirsən. İndi gəlin biz araşdıraq bizim sistemə Gauss üsulunu soldan tətbiq eləmək ya sağdan tətbiq eləmək sərf edir. Lövhəni silək, məsələmizi həll edək. Deməli, sistemi götürüb yenidən yazırıq. Sistemi yazırıq yuxarıdan 5x1 üstə gəl 3x2 üstə gəl 4x3 bərabərdir 2700 2x1 üstə gəl x2 üstə gəl x3 bərabərdir 900 3x1 üstə gəl 2x2 üstə gəl 2x3 bərabərdir 1600. Və onu da deyim ki, sistem tənlikləri həll edəndə sistem tənlikdə tənliklərin yerini dəyişmək olar. Adətən ən sadə tənliyi birinci yazırlar. Məsələn, mən baxıram ki, bizdə ikinci tənlik daha sadədir. 2x1 üstə gəl x2 üstə gəl x3 bərabər 9. Onda yerini dəyişirəm. Elə bil ki, İkinci tənliyi birinci yazıram. İkinci tənliyi birinci yazıram. Birincini də üçüncü yazıram. Bu olur ekvivalentdir. 2x1 üstə gəl x2 üstə gəl x3 bərabərdir 900. 3x1 üçüncü tənliyi ikinci yazıram. 3x1 üstə gəl 2x2 üstə gəl 2x3 bərabərdir 1600 və
Birincini üçüncü yazıram. 5x1 üstəgəl 3x2 üstəgəl 4x3 bərabərdir 2700. Artıq bunu silə bilərik. İndi sistemi həll eləmək üçün baxırıq. Deməli, ikinci təlliyə diqqətlə bax, üçüncüyə də. İkincini mənfi 2-yə vurub, üçüncü ilə tərəf-tərəfə toplayaq. Bayaq dedim ki, x3-ün əmsalları qismən sadə olduğundan məhsulları sağ tərəfdən ardıcıl yox eləyək. Əgər x1-lərin əmsalları daha sadə olsaydı, soldan məhsulları ardıcıl yox edir, üçbucaq şəkilli sistem alacaqdı. İndi üçbucaq şəkilli sistem bizdə bu cürə alınacaq. Yəni, əsas alınır üçbucaq, bax bu şəkildə. Bu şəkildə alınacaq. Əgər sol tərəfdən yox etsəydik, alınardı bu şəkildə. Bax, indi bizdə bu şəkilli sistem alınacaq. Deməli, ikincini vururam mənfi 2-yə, 2 vuraq, mənfi 2 vuraq ikinciyi, üstə gəl üçüncü. Bir də birincini vuraq mənfi 2-yə, mənfi 2-yə və ikinci ilə toplayaq. Bundan sonra bu prosesləri, hesablamaları sağ tərəfdə aparaq. Yəni, olacaq ikincini vuranda mənfi 2-yə, mənfi 6x1, minus 4x2, minus 4x3 bərabərdir mənfi 3200, üstə gəl üçüncü 5x1, üstə gəl 3x2, üstə gəl 4x3 bərabərdir 2700. Mən burada alınır ki, yazıb keçirəm bu tərəfə və birinci tənliyi olduğu kimi yenə saxlayıram. 2x1 üstə gəl x2 üstə gəl x3 bərabərdir 900. İkincini mənfi 2-yə vurduq. Toplayanda nə alınır? 12-ci tənlikdə yerinə yazacağıq. Olacaq mənfi x1, mənfi x2 bərabərdir mənfi 500. Və bunu yazırıq ikinci tənlikdə yerinə. Mənfi x1, x1-i x1-in altından yazırıq. Çıxaq x2, x3-ün əmsalını sıfıra çevirdik deyə x3 iştirak etmir, qalır mənfi 500. Və indi birincini mənfi 2-yə vurub ikinci ilə toplayaq. Mənfi 2-yə vuranda olur mənfi 4x1, mənfi 2x2, mənfi 2x3 bərabərdir mənfi 1800. İkinci ilə toplayaq 3x1, üstə gəl 2x2, üstə gəl 2x3 bərabərdir 1600. Və toplayırıq. Alınır mənfi 2x3, müsbət 2x3, mənfi 2x2, müsbət 2x3 islah oldu. Və buradan mənfi 4x1 üstə gəl 3x1, mənfi x1 bərabər oldu. 1800 mənfi üstə gəl mənfi 200. Və buradan da gördüyünüz kimi x1 bərabərdir yazmaq olar. Mənfi 1-ə vuranda 200. Deməli, üçüncü tənliyin yerinə biz bunu yazırıq. Bunu da mənfi 1-ə vurandan sonra 200 olur. Yazırıq x1 bərabərdir 200. Fikir verdiyiniz kimi
Sağdan sola Qauss usulunu məhsullar ardıcıl yox etməni tətbiq elədik. X3 iştirak eləmir, X2 üçüncü tənlikdə, X1-i tapdıq. X1 bərabər 2. X1-in qiyməti artıq bu hissəni silə bilərik. Və X1-in qiymətini ikinci tənlikdə yerinə yazırıq. Mənfi 200 çıxaq X2 bərabərdir mənfi 500. Buradan mənfi X2 bərabərdir mənfi 500 üstə gəl 200. X2 bərabərdir mənfi 300 mənfi X2. Buradan da X2 bərabərdir 300-ə. Deməli, X2 bərabərdir. İndi buradan səliqəli yaza bilərik. Buradan alınır ki, birinci tənliyi olduğu kimi yazacağıq. X1 tapıldı. 200'dür. X2'ni də tapdıq. 300 alındı. Və indi götürüb sistemin birinci tənliyində bu qiymətləri yerinə yazıb X3'ü tapırıq. Buradan alıram 2 vuraq 200 yerinə yazıram X1'in qiymətini. Üstə gələk 300 X2'nin qiymətini yazdım yerinə. Üstə gələk X3 bərabərdir 900 və buradan alırıq. Buradan çıxır ki, və məhsulları artıq ardıcıl yaza bilərik. X1 tapmışıq 200'dür. X2 tapmışıq 300'dür. X3 buradan bərabər olacaq. X3 bərabərdir 400, 700. 400 üstə gəl 700. 900 çıxaq 700 alındı 200. Deməli, X3 də bərabərdir 200'ə. Beləliklə biz göstərdik ki, məsələn, verilən şərtlər daxilində uzun boğaz çəkmədən 200 cüt uzun boğaz çəkmə istehsal olunur. Çəkmə istehsal olunur. 300 cüt idman ayaqqabısı istehsal olunur. Və 200 cüt ayaqqabı istehsal olunur. Beləliklə verilən məsələ, iqtisadi məsələlərin cavabını bir daha deyirəm. X1 200 cüt uzun boğaz çəkmə, X2 300 cüt idman ayaqqabısı və X3 bərabərdir 200 cüt ayaqqabı. Sonda onu qeyd edelim ki, bu tip məsələlər texnikada da ola bilər və müxtəlif istehsal müəssisələri ola bilər, müxtəlif zavod, fabrik, hər hansı bir müəssisə ola bilər. Sadəcə olaraq bizim əsas məqsədimiz ondan ibarət idi ki, xətti cəbri tənliklər sisteminin məsələlərə tətbiqi, yəni xətti tənliklər sisteminin köməyi ilə məsələlərin həll olması və elə məsələlər də olacaq ki, məhsulların sayı çox olacaq və məhsulların sayı çoxaldıqca da məsələnin çətinliyi artacaq. Yenə də Qauss usulunu tətbiq edib həll eləmək olar. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.